Tərbiyə və sənət bir-birindən fərqlidir. Sənət bir şey yaratmaq və ya formaya salmaq deməkdir. Məsələn, bir əşyanı alıb ona müxtəlif düzəlişlər və bəzəklər edərək yeni bir forma veririk. Bu, insanın yaratdığı süni bir şeyə çevrilir. Məsələn, qızıl bir üzükdən başqa bir zinət əşyası düzəldirik. Onu formaya salırıq, parıldadırıq və beləliklə bu bizim üçün yeni və süni bir əşya olur. Tərbiyə isə fərqli bir şeydir. Tərbiyə canlı varlıqların daxilindəki potensialı ortaya çıxarmaq və inkişaf etdirməkdir. Tərbiyə yalnız canlılara, bitkilər, heyvanlar və insanlar üçün keçərlidir. Bir şeyi tərbiyə etmək demək, onun daxilindəki əsl istedadları üzə çıxarmaqdır. Bu, qeyri-canlı əşyalara tətbiq edilə bilməz. Məsələn, bir daş və ya metalı tərbiyə etmək mümkün deyil, çünki onlar canlı deyillər. Yəni, tərbiyə yalnız canlıların təbiətinə uyğun olmalıdır və bu proses onların daxili xüsusiyyətlərinin inkişafına yönəlməlidir.